Bərdə rayon icra hakimiyyəti başçısının Darğalar kəndində səyyar qəbul görüşü keçirilib. Keçirilən görüşdə icra hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Darğalar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib. İçməli və suvarma məqsədi ilə arteziyan quyularının qazılması, elektrik güc transformatorunun texniki normaya gətirilməsi, kənd daxili yolların qreyderlənməsi, avtobus dayanacağının yerinin dəyişdirilməsi və birdəfəlik maddi yardım olunması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.